Hər birinizə salam dostlar. Kanalıma ilk dəfə gəlirsinizsə, mən Gül Zeynalova, Azərbaycan Turizm və Menecment Universitetinin 2-ci kurs tələbəsiyəm. İxtisasım beynəlxalq münasibətlərdir. Artıq bir ildən uzun bir müddətdir ki, YouTube platforması üzərindən siz gənclərin inkişafı, maariflənməsi, motivasiyası üçün müxtəlif mövzularda videolar paylaşım edirəm və bu videoların əsasını təbii ki də tövsiyə videoları təşkil edir. Bugünkü videomuzda yenə bir tövsiyə videosudur və başlıqdan gördüyünüz kimi imtahana az bir müddət qalmış. Blok imtahanına necə hazırlaşmaq lazımdır, nələri əsas bilmək lazımdır, o haqqdadır. Bu arada videonu İzləyib, bəyənsəniz, yorum yazmağı və təbii ki də abunə olub like atmağı unutmayın. Çünki mənim də motivasiyam buradan qaynaqlanır. Çox uzatmadan videoya keçid edək. Yoldaşlar, blok imtahanından əvvəl sizin buraxılış imtahanınız var. Gəlin belə bir məsləhəti sizə verim ki, bəlkə də bunu düşünmürsünüz, bəlkə də hazırda başınız qarışıqdır. Çünki mənim özümdə də belə olmuşdu və buraxılış imtahanı mənim blok imtahanıma, yəni 100% deməyim, amma 99% təsir elədi. Yəni 100%-ə yaxın bir nəticədir. Özünüz artıq düşünün buraxılış imtahanının belə deyək, mahiyyətini. Onun üçün də siz əsas motivasiyanı tapmalısınız buraxılış imtahanında. Buraxılış imtahanı balınız nə qədər yüksək olsa, buraxılış imtahanında balınız nə qədər ürək açan olsa, nə qədər yaxşı yazsanız, blok imtahanına avtomatik olaraq təsir edəcək və siz artıq blok imtahanına daha həvəslə, daha ürəklə hazırlaşacaqsınız. Fərqindəyəm, siz hazırda beyniniz yorğundur, bəlkə dərs oxumaq istəmirsiniz. Çünki əksəriyyət abituriyentlərdə bu şəkildə hallar müşahidə edilir və bunun öhdəsindən ancaq imtahanı verdikdən sonra gələ bilərsiniz yay tətilində. Amma hazırda siz sadəcə olaraq dərslərinizə adaptasiya olmalısınız və əsas buraxılış imtahanıdır. Əksəriyyət müəllimlər, istərsə də bəzi böyüklər olsun, yəni bu sahə üzrə maraqlanan insanlar deyirlər ki, məsələn, birinci buraxılış imtahanına daha çox vaxt ayırmaq lazımdır, nəinki bloka. Mən bu fikirlə qətiyyən razı deyiləm. Çünki bir insanın həyatına əgər bu iki imtahanın ikisi də təsir edirsə, yəni təhsil yoluna təbii ki də, ikisi də təsir edirsə, bu insan həm buraxılışa, həm də bloka yaxşı hazırlanmalıdır. Yəni qəti sürətdə tövsiyə eləmirəm ki, buraxılış imtahanına hazırlaşdığınız vaxt blok imtahanını belə deyim, göz ardı eləyəsiniz. Oxumayasınız. Ən birinci məsləhətim, tövsiyəm budur ki, blok imtahanına hazırlaşanda və ya buraxılışa digər hissəni, yəni geridə qoymayın. Hazırda qarşıda buraxılış imtahanı ola bilər, düzdür. Amma ki, o demək deyil ki, sən fizika, kimya, ədəbiyyat, tarix oxumamalısan. Bunları da oxumalısan. Amma əsas diqqət mərkəzində sən saxlamalısan Azərbaycan dili, riyaziyyat və ingilis dilini. Deməli, ən böyük məsləhətim budur ki, bu şeyi etməyin. Sonra ikinci məsləhətim nə ola bilər? İkinci məsləhətim odur ki, uşaqlar, artıq buraxılış imtahanına hazırda noyabrı tam saymıram, dekabr, yanvar, fevral. Yəni 2-3 ayınız qalıb sizin, 2 deməyək, 3-4 ayınız qalıb, təxmini bu qədər müddət qalıb və bu qədər müddətdə siz maksimum vaxt itirmədən bu ili dəyərləndirməlisiniz. Yəni İstər buraxılışda, istər də blokda çalışın ki, sizin vaxtınızı almayan şeyləri eləyin. Məsələn, telefonla oynamaq, məsələn, çox adamlar deyir ki, telefona çox vaxt ayırma. Telefona vaxt ayırmasaq biz məsələn testləri yaza bilmərik, testləri işləyə bilmərik və yaxud da ki, qrupdakı mesajları görə bilmərik. Ona görə telefonun mahiyyəti həyatımızda böyükdür. Amma o demək deyil ki, siz ancaq telefonla oynamalısınız. Təbii ki də yox. Yəni sizi bu aralarda işinizdən döndərən, işinizi zəiflədən şeyləri göz ardı edin. İstər çevrəniz olsun, buna ən çox dost ortamları daxildir. Həqiqətən bəzən dostlar bizim vaxtımızı ala bilir. Ya tanışlar, dost deməyim, tanışlar bizim vaxtımızı bəzən ala bilir. Və bu müddət ərzində tanışlarınızı geridə qoyun. İstər qohum olsun, qohum anlayışı ümumiyyətcə İşimə yaramırsansa, mənim əgər sadəcə imtahan balım sənə maraqlıdırsa, girdiyim universitet maraqlıdırsa, sən mənə lazım deyilsən. Bu anlayış beyninizdə formalaşdırın. Yəni, sən əgər sənlə maraqlanan bir insan yoxdursa, daima sənin yanında deyilsə, daima sənin haqqında biri var, hər gün yazasan, soruşasan ki, imtahanın necə oldu, dərslərin necə gedir, bir də var, imtahanın cavabları çıxan kimi zəng eləsin ki, ay filan kəs, qızın neçə bal yığdı, oğlun hara daxil oldu. Ona görə də bu insanları geridə qoyun, maksimum geridə qoyun, maksimum telefonunuzdan nömrələrini silin. İndi desəniz, sən deyiləsən, bəli, mən deyiləyəm. Çünki mənim telefonumda 2-3 dənə qohumun, dayımın, xalamın, bibimin nömrəsi var, başqa heç kimin nömrəsi yoxdur. Başqalarına ehtiyac da duymuram. Niyə? Çünki niyə ehtiyac duyum? Yəni onlar hər zaman mənim yanımda olan insanlar deyil və sizə ən böyük məsləhətim budur ki, indi bu mövzunu niyə uzadıram? Çünki fərqindəyəm, sizin də biraz beyniniz dağılmalıdır, başınızı biraz qatmalısınız. Ona görə bunu danışıram ki, uşaqlar, yəni o lazım olmayan insanları həyatınızın mərkəzində saxlamaqdan imtina edin. Yəni boş verin, buraxın onları. Sizin beyninizə ən çox təsir edən məqamlardan biri də elə onlardır. İkinci ən böyük məsləhətim bu müddət ərzində insanları yaxınınıza buraxmayın.
Asosial olun deyirəm. Xeyr, onu deməyə çalışmıram. Sadəcə olaraq çalışın ki, çevrədən biraz uzaqlaşasınız. Çünki belə lazımdır. Sonra ikinci ən böyük məsləhətim budur. Blok imtahanı ərəfəsində buraxılışı verdiniz, tutaq ki, buraxılışın cavabı çıxana qədər uşaqlar bloka adaptasiya ola bilməyəsiniz. Bəzi insanlar var ki, buraxılışı gedir, verir, buraxılışdan az nəticə yığdığını bilir. Bilir ki, yəni yaza bilməyib, yoxlayır, nə bilim, özü hiss edir, çıxanda hiss edir ki, mən yaza bilmədim, ya da deyir yaza bildim. İndi bu yaza bilmədim deyənlər iki yerə ayrılır. Blok imtahanına daha möhkəm hazırlaşıb gedib yüksək nəticə toplayanlar, bir də özünü çökdürənlər. Dərs oxumayanlar, artıq həyatdan əlini üzənlər, motivasiyası olmayanlar, bu ikincidən olmamağınızı tövsiyə edirəm. Çünki yəni nə qədər həyatımızın negativlik üzərində quraq, nə qədər bir şeyin dərdini çəkək. Yəni biz də insanıq. Belə bir şey deyim uşaqlar. Siz bu həyata ilk dəfə də yaşayırsınız. Yəni əvvəldən yaşamayıbsınız. Onu bilə bilmərik. Hazırdakı dövrü, yəni buraxılış imtahanını bir dəfə verirsiniz, hə? Blok imtahanını da bir dəfə verirsiniz. Yəni İlk dəfə də verirsiniz. Yəni bir şansınız yoxdur, amma ilk dəfə də gedirsiniz. Başa düşürəm, o yolunuzun uğursuz olmağını istəməzsiniz. Kim istəyər ki, həyat yolu uğursuz olsun? Amma olmayanda olmur. Onu dərd eləməyə dəyməz. Çünki mən də dərd elədim. Yəni indi fikirləşirəm ki, əslində həyatıma təsir elədi, amma ki, dərd eləməyə dəyməzmiş. Çünki lazım deyil. Zaten hazırki şəraitdə, bütün hər yerdə belədir. Yəni təkcə burada yox. Hazırki şəraitdə sadəcə olaraq bir insan öz oxuduğu ixtisas üzrə gedib nəsə eləyə bilmir. Davamlı çalışmalısan. 2 nəfər tutaq ki, kimyaçı 2 nəfər universiteti bitirdi. Həmin o bir kimyaçının, yəni kimyagərin digərindən üstün tuturlar. Niyə deyirsən? Deyir 3 dənə dil bilir. Kompüteri bilir. Microsoft Office proqramlarını bilir. Əlavə istedadları var. Müxtəlif sahələr üzrə maraqlanır. Səncə bunu işə götürərlər, yoxsa sadəcə kimyagər, yəni kimya ilə məşğul olan birini, təbii ki də o birincini. Niyə? Yəni bu onu göstərir ki, siz sadəcə olaraq bir sahə üzrə irəliləməməlisiniz. Yəni gedib buraxılışdan zəif nəticə toplasanız belə, onun belə deyim, quyusunda batmamalısınız. Lazım deyil. Öz gələcəyinizə ziyandır. Biri var, həmin o quyuda batasınız və gedib blokdan da yaxşı nəticə toplaya bilməyəsiniz, universitetə daxil olmayasınız, istədiyiniz universitetə düşməyib, onun dərdini çəkəsiniz, kəsiləsiniz imtahanlardan. Görün, hara qədər uzanır. Yəni o pis vəziyyət uzandıqca uzanır. Amma siz o pis vəziyyəti bir yerdə kəssəniz, o elə orada qalır. Və siz davam edirsiniz yeni həyatınıza, yeni başlanğıclarınıza. Bu səfər belə deyim, bu addımım uğursuz oldu. Gələcək addımımın uğursuz olmaması üçün nələr eləyə bilərəm? Siz bunu düşünməlisiniz. Bu üzrə planlar aparmalısınız. İndi bir dənə izləyici var idi, bəlkə bu videoya yenə də baxır. İndi bir də gördünüz, yoruma yazır ki, neçə dəqiqədir dinləyirəm, bu hələ motivasiya verməyib, məsləhət verməyib blok imtahanı haqqında. Bu verdiklərim, yəni ən böyük məsləhətdir məncə. Və izləyicilərim belə videolar xoşlayır. Xoşlamırsınızsa baxmayın və pis yorumlar yazmayın uşaqlar. Xahiş edirəm yəni. Davam eləyirik. Yəni ki, bu motivasiyanı məncə siz başa düşdünüz. Yəni başa düşməməyiniz mümkün deyil. Bu arada aşağı açıqlama hissəsinə bir də yorumlara motivasiya kanalımın linkini paylaşıram. WhatsApp kanalının 800-ə yaxın nəfər var o kanalda. Həqiqətən çox maraqlı videolar, kontentlər paylaşıram və təbii ki də sizlərin də xoşunuza gəlir ki, belə deyim ki, orada mənə abunəsiz. Daxil ola bilərsiniz ora və pulsuz PDF kanalının linkini də paylaşıram, qrupunun daha doğrusu. Orada daxil ola bilərsiniz uşaqları və belə deyim, nömrəmə menecerim baxır. Lazım olan hissələri o cavablandırır. Mən də təbii ki, tez-tez mesajları oxuyuram. Mənə ünvanlanan mesajlara tez-tez cavab verməyə çalışıram. Diqqətiniz üçün təşəkkür edirəm. Bu arada Azərbaycan dili, tarix və ədəbiyyat hazırlıq qruplarına yerlər açıldı. İstəyirsinizsə aşağıda qeyd edəcəyim nömrə ilə mənimlə birbaşa əlaqə saxlaya bilərsiniz. Reklamımız bitdi. Keçid edirəm, davam edirəm motivasiya və tövsiyələrimə. Blok imtahanı ərəfəsində dediyim kimi buraxılışdan çıxdınız, imtahan nəticəniz ya yaxşı ola bilər, ya da pis ola bilər. Siz onun o dərdini çəkməməlisiniz. Və blok imtahanı müddətində uşaqlar, xüsusən 11-ci sinifsizsə çalışın ki, OTK, güvən, MQM və s. bu testləri işləyəsiniz. Bu testləri bitirin. Keçmiş illərdə düşən sınaqlar sizə 100% bir zəmanətlə deyirəm ki, bizim ildə düşən blok imtahanı sualları OTK sualları idi. OTK-da düşən sualın eynisi düşmüşdü. 2021-in falan OTK-sının sualı gəlib bizim imtahana düşmüşdü. Gedib baxa bilərsiniz. Axtarış edib araşdıra bilərsiniz.
Yəni bu o deməkdir ki, siz əgər köhnə illərin suallarını oxusanız, yazsanız, işləsəniz və səhviniz çıxmasa, bu böyük bir göstəricidir. Gedib imtahanda yaxşı nəticə toplaya bilərsiniz. Məsələn, bizdə dəqiq fənlər var, nə bilim, humanitar fənlər var. Bu humanitar fənlərdə məsələn ədəbiyyat olsun, tarix olsun, bu fənlərdə olan şey elə ordadır. Yəni orada başqa bir şey yoxdur. Yəni o kitabda nədirsə imtahana gəlir, o düşür. Ona görə də bu fənləri gedib əzbərləyib yaza bilərsiniz. Hansı ki o hesablama, riyazi şeylər var. Tarix olsun, tarix nə idi? Riyaziyyat olsun, fizika olsun, kimya olsun, informatikanın özü olsun. Bunların hamısı hesablamadır. Yəni bunu bilə bilməzsən imtahanda nə düşür. Bunu maksimum gedib hesablama bacarığını inkişaf etdirə bilərsən. Bunu necə bacararsan? Davamlı testlər işləyərək. Test insanın ən böyük qarşıda duran, belə deyim, məqsədi olmalıdır ki, o məqsəd üzərində çalışsın və o testləri işləsin, bitirsin. Uşaqlar, test ən böyük amildir. Testi işləməsəniz heç bir şey bacara bilməzsiniz. Ona görə də əsas məqsədiniz sizin testə yönəlsin, testi işləməkdə olsun və blok imtahanının müddətində sadəcə olaraq test işləyin. Buraxılışdan çıxasınız, buraxılışın bir ay boyunca cavablarının çıxmasını gözləyəsiniz. Ondan sonra imtahana qalır 2 ay, 1-2 ay qalır. O 1-2 ayda da nə oxudunuzsa odur. Ona görə də deyirəm ki, uşaqlar, buraxılış imtahanına qədər heç bir fənni axsatmayın. Davamlı olaraq təkrarlayın, oxuyun ki, artıq buraxılışdan çıxanda sizin beyninizdə o boşluq qalmasın. Boşluq qalsa imtahanda yaxşı nəticə toplaya bilməyəcəksiniz. Bunu gözünüzün qarşısına gətirin. Sonra bu Respublika fən olimpiyadaları var. İndi bilirəm ki, hazırda çıxıb, hətta davam edir bəlkə də dekabrda başladı. Dəqiq bilmirəm. 11-ci sinifsizsə və o qədər də hazırlaşmırsınızsa, bazanız yoxdursa, yalandan o şeylərə gedib vaxtınızı itirməyin. Hələ blok imtahanı gedə bilərsinizsə özünüzü sınamaq üçün, amma oradakılar imtahana düşmür. Oradakılardan imtahanda istifadə olunmur. Beyninizi, vaxtınızı yalandan boş yerə xərcləməyin. Məktəbdə dərs keçirmirsə, yalandan gedib orada oturmayın. Gedirsinizsə belə, gedin orada dərslərinizi oxuyun. Boş-boş şeylərdir, uşaqlar. Həyatınızın, belə deyim, 2-3 ayını, lap 10 ayını axsadıb, imtahanlarınıza motivasiya odaqlana bilərsiniz, adaptasiya ola bilərsiniz. Çünki bu vaxt bir də gəlmir. Bir də 17-18 yaşınızda olmayacaqsınız. Bir də bu yolu təkrar eləməyəcəksiniz. Bir də ilk dəfə blok buraxılış imtahanı verməyəcəksiniz. Bir də o sevinci, kədəri yaşamayacaqsınız. Ona görə də çalışın ki, ilk dəfənin o ləzzətini elə ilk dəfə gedəndə yaşayın. Sonradan nə həvəsiniz olası deyil, nə vaxtınız olası deyil. Ona görə də bu vaxtların qədrini, qiymətini bilin və blok imtahanında gəlin ümumi bir nəticə eləyim. 12 dəqiqə danışıram. Ümumiləşdirim. Blok imtahanı vaxtı motivasiyanızı öldürməyin. Buraxılış imtahanına görə blok fənlərini geridə qoymayın. Bloka hazırlaşan vaxtı ancaq testlərə odaqlanın. Testləri, OTK, güvən, hədəf, əlinizə keçən bütün testləri, əsasən keçmiş illərdə düşən sualları işləyin. Davamlı olaraq dostlarınızla sual-cavab edin. Bir qrup yaradın, qrupda davamlı olaraq danışın, müzakirə aparın, bir şeyi müzakirə eləyin. Dərsi öyrənərkən özünüzə danışın. Əgər bir dostunuza, bacınıza, qardaşınıza o dərsi başa sala bilirsinizsə, özünüz başa düşübsünüz. Güzgü qarşısında, mən ingilis dilində paylaşmışdım, mirror talking var, güzgü qarşısında söhbət. Güzgü qarşısında danışın, özünüzlə danışın, dərsi özünüzə izah edin. İnanın ki, bunların hər biri, yenə var, YouTube'da video var, gedib baxa bilərsiniz. Bunların hər biri həyata keçmiş 100% olan, belə deyim də, fakt olaraq olan texnikalardır ki, siz bunlarla yaxşı dərs öyrənə bilərsiniz. Blok vaxtı əsasən bunlara fikir verin. Yəni, düzdür, 5-6 dənə şeyi mən 10 saniyədə deyib short videosunda paylaşa bilərdim. Sadəcə olaraq mən sizlə söhbət etmək istəyirəm. Mən istəyirəm ki, siz mənim də fikirlərimi biləsiniz və öz fikirlərinizi də aşağı yazın ki, bloka necə hazırlaşırsınız, hansı vəsaitlərdən istifadə edirsiniz və xüsusən gəlin biraz da vəsaitlərdən danışın. Bir də ki, hansı müəllimlərə baxırdım, onlardan danışım, yaxşı yadıma düşdü. Əslində kompüter açmışdım ki, buradan danışım, yəni lazım olan başlıqlara buradan baxım, amma kompüter söndü, mən də özümdən danışıram. Dostlar, xüsusən 3-cü qruplarda blok imtahanına hazırlaşan vaxtı mən baxırdım Validə Vəliyeva, Natiq müəllim, sonra müəllimlərin adı inanın ki, yadımdan çıxıb, Aqil müəllim, bir də ki, Rəşad müəllim, dəhşət müəllimlərdir. Bunlar, bu 4 müəllim əcdaha, vallahi əcdaha. Gedin, baxın dərslərindən yararlanın. Çalışın ki, yəni dərslərində canlılarında iştirak edin. Mən bu yaxınlara qədər Validə müəllimin canlılarına daxil olurdum. Yəni canlılarını izləyirdim. Niyə də izləməyim? Hazırda WhatsApp kanalını da izləyirəm. Siz də izləyə bilərsiniz. İzləyin.
Yəni vaxtınızı boş-boş şeylərə xərcləməyin. Yəni mən Azərbaycan dili, ədəbiyyata bu müəllimlərdən baxırdım, dərslərinə baxırdım. Tarix olaraq Sitarə müəllim mükəmməldir. Sitarə müəllim dərslərinə baxırdım. Envi Akademiyada, yəni Natiq Vahidovun akademiyasında müəllim var idi. Müəllimin adı yadımda deyil, amma o müəllimin də tez-tez canlılarına baxırdım. Canlılarda hətta uşaqlar bəzən məni tanıyırdı kanalımı. Hələ onda kanalım çox da tanınmırdı. Elə o dövrün uşaqları məni tanıyırdı. Elə salamlaşırdıq, danışırdıq. Çox maraqlı idi o dövrdə həqiqətən. Sonra başqa kimlər var idi? Tarixdən baxdığım elə müəllim yadıma gəlmir. Sabir müəllim var idi. Sabir müəllimin özündən müəyyən müddət mən hazırlaşmışam özümdə. Həqiqətən dərsləri çox qısa şəkildə konspektləşdirir. Yəni bu tipli müəllimlər var idi. Tarix haqqında bunları deyə bilərəm. Yoldaşlar, əgər bura başqa bir qruplarda baxırsa, məsələn 1-ci qrup, 2-ci qrup və yaxud da ki, olsun 4-cü qrup, siz də aşağıda hansı müəllimlərin kanallarına baxırsınız, onları uşaqlara tövsiyə edə bilərsiniz. Yəni birgə bir-birimizə məsləhətlər, tövsiyələr verək. Əlavə olaraq mənim danışacaqlarım bu qədərdir. Başqa bir şey ağlıma gəlmir. Ümumilikdə blog üçün mən sizə bu videoda sırf blogda nə etməlisiniz, onu demək istəmədim. Sadəcə olaraq motivasiyanızı belə deyim, sizə geri gətirmək istədim. Motivasiyanız artıq olsun, bol olsun istədim və istəyirəm ki, bəzi beyninizdə olan suallar var ki, o suallara cavab tapasınız bu videoda. Ümumilikdə video bu qədər idi. Abunə olub like atmağı unutmayın ki, davamlı videolar gəlsin. Və bugün də tətildir. Sabahdan yenə universitet başlayır. Gələn həftədən imtahanlarım başlayır. Yəni aralıq imtahanı həftəsidir. Ümid edirəm ona da bir video çəkib paylaşaram. Siz də baxarsınız. Başqa bir şey demək istəmirəm. Sağ olun.